İndi uşaqlar, gəlin bu 22-ci sualımıza baxaq. Nə deyir bizə? Deyir ki, ideal istilik maşınında qızdırıcının mütləq temperaturu soyuducunun mütləq temperaturundan 4 dəfə çoxdur. İşçi cisim qızdırıcıdan 40 kilojol istilik miqdarı aldıqda nə qədər iş görər? Gördüyünüz kimi bizə birinci nədən danışır? İdeal istilik maşınından. İdeal istilik mühərriklərinin düsturu nə idi uşaqlar? Eta bərabər idi. T1 çıxılsın, T2 bölünsün, T1 vurulsun 100%. Biz bilirik ki, T1 qızdırıcının temperaturu idi, T2 isə soyuducunun. İndi məsələnin şərtini bizə qeyd edir ki, baxın, qızdırıcının mütləq temperaturu soyuducunun mütləq temperaturundan 4 dəfə çoxdur. Yəni T1 bərabər imiş nəyə? 4T2. İndi gətirib yerinə qoyaq. Eta bərabər olacaq 4T2 çıxılsın, T2 bölünsün 4T2 yenə, çünki görürsünüz, bizə demişdik ki, qızdırıcı soyuducunun temperaturundan nə idi? 4 dəfə çoxdur. Yəni T1 4T2. Gətirib yenə yerinə qoyduq. Bölünsün 4T2 vurulsun 100%. İndi buradan 3T2 bölünsün 4T2 vurulsun 100%-ə. T'lər ixtisar getdi. 100-ü 4-ə böləndə 25. 25-i də 3-ə vuranda neçə elədi? 75. Yəni bizim faydalı iş əmsalımız 75%-i bərabər imiş. İndi bir digər tərəfdən məsələnin də davamını oxuyaq. Deyir ki, İşçi cisim qızdırıcıdan 40 kilojol istilik miqdarı aldıqda nə qədər iş görər? İndi baxıram ki, mənə qızdırıcının temperaturunu verib 40 kilojol. Faydalı iş əmsalını onsuz da tapdıq. Nə qədər iş görməni soruşur. Bunların da birgə iştirak etdiyi düstur nə idi? Eta bərabər idi. A' bölünsün Q1 vurulsun 100%. İndi faydalı iş əmsalı 75% idi. Daha sonra bir digər tərəfdən işi onsuz da bizdən soruşur. Qızdırıcını baxın neçə verib? 40 kilojol. Bölünsün, deməli elə cavabı kilodan istəyir. Ona görə çevirməyimizə ehtiyac yoxdur. Elə 40 yazaq, vurulsun 100%. İndi uşaqlar, gəlin hər tərəfi 25-ə bölək. 3 bərabər olacaq, A' vurulsun 4 bölünsün 40-a. İndi bir digər tərəfdən bu 4-dən 40-ı da ixtisar aparanda, onda qaldı deməli, A' bərabər elə nəyə? 30 kilojol. Yəni işçi cismin gördüyü iş nə qədər imiş? 30 kilojol. Onu da bizə harda verib? A variantında.